Peyğəmbər buyurur, kim bu ayda xoş əxlaq olarsa, gülər üz olarsa, mehriban olarsa, üzündə təbəssüm olarsa, Allah ona nə verər? Allah ona siratdan keçmə icazəsi verər. Yəni, rahat keçər siratdan. Sirat da cəhənnəmdən keçir, axı bilirsiniz. Keçər, gedər cənnətə doğru, sürətlə gedər. Çünki cəmaata şadlıq verirdi, sevinç bəxş edirdi. Bu hədislər Ramazan ayının fəzilətini bir daha nəzərdən keçirməyə bizə kömək edir ki, qalan günlərinin qədrini bilək. Doğrudan da bilək ki, biz cənnətdə yaşayırıq bu bir ayı. Bu bir ayı Allah qopardıb bizi yerdən aparıb öz yanında yaşadır. Doğrudan da belədir. Görsən ki, maşallah məscidə gələnlərin sayı nə qədər çoxdur, maşallah. Yəni, tək bura yox, hər yerə. Görsən, belə də başqa cür olur insanlar. Gözəlləşib, simaları da gözəlləşib, nuraniləşib, mehribanlaşıb. Həqiqətən adam hiss edir ki, bu həmin adamdır. Bir ay bundan qabaq belə, üzü belə deyildi, görkəmi belə deyildi.